İbadətlə məşğul olduğumuz üçün bəzən şagirdlərimizlə belə bir sual ünvanlayır ki, müəllim, elmi üstün tutursuz, yoxsa dini? Mən buna belə cavab verdim. Təbii ki, namaz qılmaq İslam dininin birinci şərtlərindəndir. Amma namaz qılmalı qaydasında olmalıdır. Yalandan boş-boş ayaq durmaqla yox. Namazın bizdən tələb elədiyi şərtlərə maksimum şəkildə riayət etməyə çalışmalıyıq. Təbii ki, elm də namazdan üstün deyil. Məncə hər ikisi insanın bu dünyada və axirətdə rahat yaşaması üçün vacib şərtlərdən biridir. Elmsiz namaz qılmaq sadəcə boş-boş əyilib durmalıdır. Elmli olub bütün dünyəvi fənləri bilib namaz qılmamaq da nə isə boş-boş əzbərləməkdir sadəcə. Sağ olun. Sağ olun uşaqlar. İbadətlə məşğul olduğumuz üçün bəzən şagirdlərimizlə belə bir sual ünvanlayır ki, müəllim, elmi üstün tutursuz, yoxsa dini? Mən buna belə cavab verdim. Təbii ki, namaz qılmaq İslam dininin birinci şərtlərindəndir. Amma namaz qılmalı qaydasında olmalıdır. Yalandan boş-boş ayaq durmaqla yox. Namazın bizdən tələb elədiyi şərtlərə maksimum şəkildə riayət etməyə çalışmalıyıq. Təbii ki, elm də namazdan üstün deyil. Məncə hər ikisi insanın bu dünyada və axirətdə rahat yaşaması üçün vacib şərtlərdən biridir. Elmsiz namaz qılmaq sadəcə boş-boş əyilib durmalıdır. Elmli olub bütün dünyəvi fənləri bilib namaz qılmamaq da nə isə boş-boş əzbərləməkdir sadəcə. Sağ olun.